Qıza uyğun olmayan sahədir. Karyera yolumu özüm yönləndirməyə qərar verdikdən sonra əslində istədiyimi tapdım. Bir gəlir gətirməyən sahədir, tələbənin gələcək həyatdakı uğuru qaçınılmazdır. O da nəyə görədir? Cəmiyyətdəki reputasiyaya. Bəzi ixtisaslar bəli, artıq öz dövrünü bitiribdir. Çünki hər nə olur olsun bu onların həyatıdır. Təhsilə yatırım eləməkdən heç çox çəkinməyin. Şəbnəm Məmmədli, hazırda ictimaiyyətlə əlaqələr üzrə çalışıram. İctimaiyyətlə əlaqələrin təhsil sahəsi üzrə fəaliyyət göstərirəm. Müxtəlif universitetlərdə çalışmışam. Eyni zamanda da təhsil layihələrində koordinator və idarəçi mövqeyində olmuşam. Gənclərə dəstək verməyə nə vaxtdan başladınız? Bu istək sizdə necə yarandı? Belə deyim də, mənim ümumiyyətlə sosial layihələrdə iştirak etmək, təhsillə bağlı sosial layihələrdə iştirak etmək qərarım təməli təhsil üçün əlaqəli layihəsi ilə qoyuldu. 2016-cı ildə İngiltərə Məzunları Birliyi ilə biz bu layihənin sıfırdan yazdıq və icra etməyə başladıq. Bölgələrə getdik, orada uşaqlarla tanış olduq, o uşaqlara xarici təhsil imkanlarından danışdıq. Amma eyni zamanda da bu layihə bölgələrə getdikcə ixtisas seçimindəki problemləri birbaşa müşahidə etmiş olduq və əslində bu layihənin bir digər məqsədi də yavaş-yavaş ixtisas seçiminə yön vermək oldu. Ən azı uşaqları motivasiya etmək oldu, doğru qərar vermək üzrə. Və ondan etibarən, yəni 2016-cı ildən etibarən bu boşluğu görəndən sonra gənclərlə işləmək, tələbələr, daha doğrusu şagirdlərə, mən elə düşünürəm ki, təməli məktəbdən başlayır bunu və şagirdlərə yön vermək mənim üçün vacib məsələlərdən birinə çevrildi. Çünki mən özüm də məktəb vaxtı və universitet vaxtı bundan əziyyət çəkmişəm. Yəni bir mentorun olmağı çox vacib şeydir. Sənə yön verən insanların olmağı vacib şeydir. İdealda bunun valideynlərin olmağı əlbəttə ki, gözəldir. Lakin bəzən valideynlərin də tərəddüd edəndə və yaxud da ki, doğru qərar verməyəndə daha professional dəstəyə ehtiyacın olur. O vaxtdan bəri bu cür layihələrin ən azı müəyyən qədər bu gənclərə dəstək ola biləcəyinə inandıqdan sonra 2016-dan etibarən artıq 10 ildir ki, bu sosial layihəni icra etməyə davam edirəm. Valideynlər bəzi ixtisasların artıq dövrünün bitdiyindən əmindir. Bəs sizcə? Hansı ixtisaslar bu kateqoriyaya uyğun gəlir? Buna qəti cavab vermək çətindir. Bir, həm mənim sahəm deyil bu. Amma təqribi öz düşüncələrimi bu barədə bölüşə bilərəm. Belə deyim də, Azərbaycanda hal-hazırda qəbul etmək lazımdır ki, bəzi ixtisaslar bəli, artıq öz dövrünü bitiribdir. Lakin tədris edilməyə davam edilir, amma bu üzrə Təhsil Nazirliyinin işləri gedir, davam eləyir. Müxtəlif akkreditasiyalar eləyirlər, ixtisasları artıq nəzərdən keçirirlər. Bu barədə işlər gedir, amma qəbul etmək lazımdır ki, bu 1 ilin, 2 ilin işi deyil, buna uzun müddət lazımdır. Bəzi sahələr var ki, köhnəlməyə doğru gedir təbii ki və bəlkə də artıq bir neçə il sonra onlara ümumiyyətlə ehtiyac olmayacaq. Bunu məntiqə əsaslanıb tapmaq lazımdır. Tutalım ki, bizə tərcüməçilik sahəsi bəlkə də 5 il 10 il sonra yenə lazım olacaq, amma hansı istiqamətdə lazım olacaq? İstiqamətini necə dəyişəcək? Onun yanında hansı başqa əlavə bacarıqlar deyək və yaxud da ki, istiqamətlər əlavə olunacaq? Bunları müəyyən etmək lazımdır. Məsələn, biraz öncə nümunə gətirmişdim sizə. Tutalım sən təhsil sahəsində oxuyursan, amma təhsili oxumaq kifayət eləmir. Tutalım təhsilin IT ilə qarşılıqlı əlaqəsini də bilməlisən və öyrənməlisən. Və yaxud da ki, tutalım ki, sən ekologiya sahəsi var, ən maraqlı sahələrdən biridir və sən o sahəni tutalım araşdırırsan, amma onun hansı istiqamətini seçməlisən. Tam elə sahəsi ola bilər ki, artıq belə deyək də, günümüzdə reallığını itirə bilər, amma onu bir digər sahə ilə birləşdirsən, artıq o daha 5 il sonra da o gündəmdə olacaq həmin sahə. Ona görə də, yəni bunu biraz araşdırmaq lazımdır. Amma gələcəyin sahələrini sorsaq, bu danılmazdır ki, mühəndislik hər zaman mənə elə gəlir ki, öz əhəmiyyətini itirməyəcək, amma dediyim kimi istiqamətini dəyişəcək. Bu dəqiqə AI mühəndisliyi də bilirsiniz ki, var, süni intellekt üzrə mühəndislik. Məsələn, qida mühəndisliyi var, onu göz ardı edirlər, amma çox maraqlı sahələrdən biridir. Dünyada da çox tələb olan sahələrdən biridir və davam eləyəcək hələ ki, yaxın illər ərzində. IT sahəsi onsuz da məlumdur, amma IT-nin istiqamətləri yenə deyirəm, o da çox önəmlidir. Hansı sahəyə, məsələn, sən mənim sahəm olmasa da, amma bilirəm də, tam oyun yazmaq, animasiyalar, bu sahələr məsələn çox maraqlıdır və düşünürəm ki, öz aktuallığını itirməyəcək sahələrdir və ən maraqlı bayaq da qeyd etdiyim kimi ekologiya sahəsidir, yaşıl enerji sahəsidir. Ələxüsus da Azərbaycanda COP-dan sonra bu sahəyə də investisiya da artıbdır və bu sahədə layihələr tək Azərbaycanda yox, dünyada beynəlxalq layihələr də var. Ona görə də bu sahəyə də yönəlmək düşünürəm ki, maraqlı olar. Ona görə də bu sahələri belə deyək də göz ardı etməmək lazımdır. Amma yenə də, yəni 10 il sonra da qüvvədə olacaq deyə də sahə seçmək çətindir. Amma mən elə fikirləşirəm ki, rəqəmsal həyat daim bizi izləyəcək. Ona görə də bunu göz ardı etməsinlər və onu hər zaman izləsinlər. Trendləri hər zaman izləsinlər. Hansı ixtisası seçim
deyə arada qalan abituriyentə ilk hansı sualı verirsiniz? Ümumiyyətlə birinci sual vermək lazımdır ki, sən ümumiyyətlə ali təhsil almaq istəyirsən, yoxsa peşə təhsili almaq istəyirsən? Birinci əslində sual özü budur. Təhsil almaq istəyirmi? Yəni ali təhsil almaq istəyirmi? Çünki biz layihə boyu ümumiyyətlə müşahidələrimizdən biri də bu oldu ki, peşə təhsilinə yönəlmə olduqca zəifdir. Halbuki peşə təhsili göz ardı edilməməlidir. Ali təhsil qədər peşə təhsili də əhəmiyyətlidir. Sadəcə olaraq Azərbaycanda belə deyək də prestij məsələsidir. Yəni ali təhsil almaq, universitetə daxil olmaq bu bir istəkdən daha çox cəmiyyət içində hörmət qazanmaq yoludur. Lakin birinci uşaqla bunu danışmaq lazımdır. Sən ali təhsil almaq istəyirsənmi? Və istəyirsənsə, sənin bacarığın nədir? Səncə sən nəyi bacarırsan? Sənin arzun nədir, istəyin nədir? Bu istiqaməti tapandan sonra artıq o niyə sualını verməyə başlayırıq. Məsələn, mən düşünürəm ki, mən sürətli qərar vermə bacarığına sahibəm. Sən onda yön verirsən. Bəlkə sən mühəndis olmaq istəyirsən, bu sahədə özünü yoxlamalısan. Amma Azərbaycanda necədir? Azərbaycanda bu kriteriyanı nə ilə müəyyən edirlər? Humanitar və texniki sahə. Yəni sən əgər humanitar sahəyə maraqlısansa, məsələn, tarixi yaxşı oxuyursan, deməli sən 3-cü qrupa verməlisən. Və yaxud da ki, sən riyaziyyat biliyin yaxşıdır və ya fizika biliyin yaxşıdır. Deməli sən 1-ci qrupa verməlisən. Sadəcə bununla məhdudlaşdırılır. Amma bununla məhdudlaşdırmaq lazımdırmı? Mənə elə gəlir ki, bu kriteriyalar artıq rolunu dəyişməlidir, yönünü dəyişməlidir. Ümumiyyətlə, mənə elə gəlir ki, sadəcə olaraq bir neçə fənnə yönəlmək doğru deyil. Bu səbəbdən də bizim həmişə danışdığımız robotlaşmış uşaqlar yetişir. Amma axı biz bundan öncə danışdıq. Mən bunu hansı кейslər üzərindən deyirəm? Hələ ki istiqamətini müəyyən eləməmiş uşaqlar üzərindən deyirəm. Yəni sən sadəcə olaraq onun bacarığını yaxşı oxuduğu dərs üzərindən qiymətləndirə bilmərsən. Bu yanlış üsuldur. Amma təmayüllü məktəblərin olmağı vacibdir. Yəni Azərbaycanda bu təcrübə azdır. Bir neçə təmayüllü lisey var. Amma təbii ki, təcrübədə görünür ki, bu cür təmayüllü məktəblərin olmağı yaxşıdır. Çünki uşaq artıq yönünü müəyyən eləyibsə, bu istiqamətə yönləndirirsən, bu təmayüllü məktəbdə öz sahəsini daha rahat seçir. Amma təəssüf ki, bu təmayüllü məktəblər bütün ölkə üzrə hələ ki yayılmayıbdır. Ona görə də yumşaq bacarıqlar məsələsində uşağa sadəcə olaraq, yəni texniki sahəyə həvəslisi ancaq texniki sahəni oxusun, humanitar sahəyə həvəslisi ancaq humanitar sahəsini oxusun deyə limitləməmək lazımdır. Yəni göstəricini sadəcə bu olmamalıdır. Onun səriştələrini də yaxşı bilmək lazımdır. Bunu necə bilmək olar? Burada da məsələ gəlir artıq məktəblərin üzərinə düşür. Məktəblə valideynin birlikdə işləməyi. Bu çox vacib məsələdir. Bunu necə təmin etmək olar? Azərbaycanda məktəblərdə bu ştat var da, psixoloq ştatı. Məktəbdə psixoloq müəllim olur. Amma təəssüf ki, bu özünü hələ ki tam doğrultmur. Amma bu dediyiniz problemlərin əslində kökünü, yəni uşağın nə istədiyini müəyyən etməyi, əgər doğru işləsə, bu psixoloqlar və valideynlərlə birlikdə müəyyən edə bilərlər. Və bundan sonra artıq mənim beynimdəki cədvəl belədir də. Bunu müəyyən eləyirsən və artıq həmin təmayüllü məktəbə və yaxud da ki, istiqamətə yönləndirirsən və ondan sonra artıq o uşaq özü müəyyən edir ki, tamam, mən mühəndis olmaq istəyirəm, bu qətidir. Amma hansı mühəndis? Axı mühəndisliyin də sahəsi çoxdur. Mən IT sahəsi üzrə oxumaq istəyirəm, amma hansı istiqamət üzrə? Bax, ondan sonra da artıq bu seçim gəlir. Belə deyim də, böyük çoxluq olur və artıq onun az çoxluqlarını yavaş-yavaş axtarıb tapmağa başlayırsan. Valideyn təzyiqi ilə ixtisas seçən gənclərə nə məsləhət görürsüz? Maraqlıdır, çünki mən özüm də o gənclərdən biri olmuşam deyə. Bayaq dediyim kimi, ən böyük səhvlərdən biri sanki bir seçim onun bütün həyatını ömrü boyu izləyəcək kimi düşünürlər, amma bu belə deyil. Yanlış qərar vermiş ola bilərsən, istəmədiyin yerdə ola bilərsən, amma bu demək deyil ki, sən həmin yerdə qalmalısan ömür boyu. Ani bir qərarla, məsələn, sizin gətirdiyiniz nümunə kimi, universitetini buraxa bilər, dəyişə bilər və yaxud da yenidən imtahana girə bilər. Bu heç də fəlakət deyil, faciə deyil. Bir digər məsələ, olduğun şəraitdə ən yaxşısını eləməyə çalışmaq, maksimumunu əldə etmək. Çünki təcrübə onu göstərir ki, dünya elə bir yerə gedir ki, artıq 4 il oxumağa ehtiyac qalmayacaq. Yəni bu universitetlər artıq yavaş-yavaş məncə dünyada eyni zamanda bir müddət sonra Azərbaycanda da istiqamətini dəyişəcəklər. Amma sən özünü inkişaf elətdirə bilərsən. Fərqli sənin marağını duyduğun sahəyə öz oxuduğun universitetdən paralel şəkildə özünü bu sahədə də inkişaf elətdirə bilərsən, sertifikatlar ala bilərsən. Dövrün tələbləri nədir? Hamı yəqin bu haqqda danışır da, süni intellekt məsələsi. Və eyni zamanda da, məsələn, bilmirəm indi gələcəkdə, çünki vacib məsələlərdən biri də iş axtarmaq məsələsidir, iş tapmaq məsələsidir. Müraciət baxanda ən çox layihə menecerləri axtarırlar. Əslində bu tip kiçik
belə deyək, ipucları səndən nələr gözlənildiyini yaxşı göstərir. Yəni sən özünü layihə meneceri kimi yoxlaya bilərsən, sertifikat ala bilərsən, oxuya bilərsən. Bu sənə bir əlavədir. Çünki hansı sahədə işləsən də, sənin bu sertifikat həmişə sənə üstünlük ola bilər. Eyni zamanda dil biliklərini artıra bilərsən. Eyni zamanda AI bacarıqlarını artıra bilərsən. Düzgün istiqamət vermək bacarıqlarını artıra bilərsən. Özünü ifadə bacarıqlarını artıra bilərsən. Yəni və yaxud da ki, vacib deyil ki, sən universitetdə IT sahəsini oxuyasan. Sən ola bilər ki, humanitar sahə oxuyursan, amma gələcəkdə sənin humanitar sahəni təhsilin özünü də IT ilə və ya da data analitika ilə birləşdirmək olur da. Bu sahələrdə əlavə oxuya bilərsən və sən universiteti bitirdikdən sonra artıq istəmədiyin sahə ilə yanaşı öz istədiyin sahədə də bacarıqlar əldə etmiş olacaqsan və bunları birləşdirə bilərsən və birləşdirib özünü daha yaxşı təqdim edə bilərsən bazarda. Universitet seçimi edərkən araşdırmalar necə aparılmalıdır? Ən vacib amillərdən biri düzgün mentoru tapmaqdır. Bu sizin valideyniniz də ola bilər, müəlliminiz də ola bilər, amma bu özünüz də ola bilərsiniz. Mütləq şəkildə dəstək almağınıza ehtiyac yoxdur. Mən nə tövsiyə edirəm? Əgər ixtisasınızı təqribən artıq müəyyən eləmisinizsə və yaxud da ki, universiteti artıq müəyyən eləmisinizsə, ən azı getmək istədiyiniz universitetlərin sosial media hesablarını izləyin və orada açıq qapı günləri olur. Bu açıq qapı günlərinə mütləq gedin və ixtisas seçməkdə sizə dəstək ola biləcək müəllimləri orada tapa bilərsiniz və yaxud da ki, idarə heyətini orada tapa bilərsiniz və suallarınızı onlara ünvanlayın. Qeyd etdiyim kimi mühəndis olmaq istəyə bilərsiniz, amma həmin getdiyiniz universitetdə mühəndisliyin müxtəlif sahələri ola bilər. Onların fərqini soruşa bilərsiniz, öyrənə bilərsiniz. Bəlkə orada sizə yeni qapı açılacaq. Yəni tamamilə fərqli bir ixtisasda işləyəcəksiniz. Ona görə də bunu göz ardı eləməyin. Bunu mütləq şəkildə həyata keçirin. Bir digər məsələ, araşdırmalar aparmağa çalışın, statistikalara baxın. Azərbaycanda məsələn 2022-2025-ci ilin Dövlət Məşğulluq Agentliyinin statistikaları var. Mən özüm də elə internet vasitəsilə onu oxumuşdum. Tələbatda olan bu günlərim işlər var. Hansı sahələr ki, bu gün hələ də qüvvədədir və 5 il sonra da, 10 il sonra da hələ də qüvvədə olacaq. Bax, bu sahələri araşdırmağa çalışın. Görün sizin seçdiyiniz ixtisas da bu sahələrə uyğundurmu? Bunu da nəzərinizdə saxlayın. Bu cür kiçik detallar, belə deyək də, sizə qərar verməkdə daha çox kömək eləyəcək. Belə deyək də, pərakəndə məlumatlar çox olur, amma hamısının bir yerə toplandığı platforma da vacibdir. Ona görə də məsələn bu platforma vasitəsilə də kixakademi.az mənim üçün də çox maraqlı oldu. Mən də tanış oldum. Bu da gözəldir. Yəni detalları bilmək istəyirsinizsə, bu videolara daxil olub detalları öyrənə bilərsiniz. Ümumiyyətlə təhsilə hər zaman yatırım eləmək lazımdır. İstənilən belə deyək də şəraitdə gələcəkdə düzdür. Sertifikatlar alanda, özünü ixtisaslaşdıranda da görəcəksiniz ki, ən gözəl yatırım təhsil edilən yatırımdır və mütləq şəkildə bu sənə hardasa bir yerdə geri dönür. Ona görə də təhsilə yatırım eləməkdən heç vaxt çəkinməyin.